Azərbaycanın xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu'nun şəxsi həyatı ilə bağlı mediada yeni məlumat yayılıb. Onun 3-cü dəfə ailə həyatı qurduğu bildirilir. Polad Bülbüloğlu'nun yeni həyat yoldaşı Azərbaycanın əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Ətəri Cəfərovadır. 1978-ci ildə anadan olan Ətəri Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayələrindəndir. O, Bakı Xoreografiya Akademiyasının Milli və Müasir Rəqs Kafedrasında müəllim kimi fəaliyyət göstərir. Uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur. Ətəri Cəfərova müxtəlif mədəniyyət layihələrinin, dövlət tədbirlərinin və festivallarının iştirakçısı olub. Onun Polad Bülbüloğlu ilə yaradıcılıq əməkdaşlığı da uzun illərə söykənir. Maraqlıdır ki, 2025-ci ilin fevralında Heydər Əliyev Sarayında Polad Bülbüloğlu'nun 80 illiyinə həsr olunmuş Qayıdış adlı yubiley gecəsinin baş baletmeysteri məhz Ətəri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. Ətəri Cəfərova Polad Bülbüloğlu'nun ifa etdiyi xalq mahnılarının xoreografik təqdimatlarında solist kimi yer alıb. Xatırladaq ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaş olan sənətkarın əvvəlki evliliklərindən 3 evladı var.